Qala 18-ci əsrin ortalarında Nadir Şah Əfşarın sifarişi ilə inşa olunub və qalanın tikintisində Təbrizli ustalar, eləcə də Avropadan gəlmiş mühəndislər iştirak ediblər. 1869-cu ildə isə bu qaladan müdafiə, eləcə də dayaq məntəqəsi kimi istifadə olunub. Qalanın silindrik forması, 2 metrə yaxın divar qalınlığı və dar spiral keçidləri müdafiə məqsədi ilə yanaşı məhbusların saxlanılması üçün xüsusi şərait yaradıb. Araşdırmalara görə, qalanın yeraltı hissəsində yerləşən dar hücrələr xanlıq dövründə siyasi rəqiblərin, üsyançıların, əyalət vergilərini ödəməyənlərin və dövlət üçün təhlükəli hesab edilən şəxslərin saxlanması üçün istifadə olunub. Bu səbəbdən tikili, zamanla Zindan qala adı ilə məşhurlaşıb. Dairəvi qala, başqa adı ilə desək Zindan qalası 1869-1954-cü ildə həbsxana kimi istifadə olunub. Hətta 1903-4-cü illərdə Pots qatarında oğurluq etdiyinə görə həbs olunmuş İosif Stalin də məhz bu qalada həbsxana həyatı yaşayıb. Tarixçilər bildirirlər ki, qala 1806-cı ildə Rus qoşunlarının Lənkəranı ələ keçirməsi zamanı baş verən gərgin döyüşlərdə də mühüm rol oynayıb. Qafqaz Hərbi Dairəsinin arxiv materialları və Rus tarixçi Nikolay Dubrovinin yazdıqlarına əsasən, Zindan qala həmin döyüşlərdə müdafiə nöqtəsi kimi fəaliyyət göstərib və Rus əskərləri qalaya daxil olduqları zaman orada hələ də məhbusların saxlanıldığı aşkar olunub. 19-cu əsrdə Lənkəranın Rusiya imperiyasının tərkibinə keçməsi ilə tikili hərbi əhəmiyyətini qismən itirsə də, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunmağa davam edib. Həmin dövrdə qala Rus sərhəd keşikçilərinin nəzarət məntəqəsi, Xəzər ticarət yolunun Rusun məmurlarının dayanacağı, müvəqqəti ambar kimi müxtəlif funksiyalar icra edib. 1830-1860-cı illərdə abidənin ilk bərpa işləri aparılıb və çökmüş hissələr möhkəmləndirilib. Sovet dövründə də qala istifadəsiz qalmayıb. 1920-1930-cu illərdə tikili hərbi hissənin silah ambarı olaraq istifadə edilib. 1940-1950-ci illərdə qalanın tamamilə dağılmasının qarşısını almaq üçün ilkin konservasiya işləri həyata keçirilib. 1970-ci illər isə abidənin ən geniş bərpa olunduğu dövr kimi tarixə düşüb. Uzun əsrlər ərzində müxtəlif dövrlərin izlərini daşıyan və bir çox funksiyalar yerinə yetirən Zindan qala, bugün Lənkəranın ən qədim memarlıq nümunələrindən biri kimi dəyərləndirilir. Tarixi araşdırmalar həm də göstərir ki, qala ərazi üçün mədəni irs və turizm baxımından mühüm əhəmiyyət daşıyır.